Salam qızlar, bu günləri mən yulafdan bilmirəm çörək mi adlandırım, xilətçi mi deyim, bilinçik mi deyim, hazırlayıram. Burada bir stəkan yulaf götürdüm. Yarım stəkan burada su görünür, amma mən suyu əlavə elədim. Yenə də hardasa bir stəkandan bəlkə bir barmaq da artıq su alındı. Ona görə ki, bu məndə necə deyərlər, probni bir variant idi. Prob eləyib baxmaq istirdim ki, bunun dadı necədir, deyilən kimi dadlıdırmı? Bir də bura duz əlavə olunur. Su, yulaf və duz. Bunu yaxşıca blenderdə çalırıq və quru tavada bunu bişiririk. Quru tavaya tökürük. Bu orta sıvıdan qalxır. Belə alınmalıdır. Bəlkə bundan da biraz sıyıq olmalıdır, duru olmalıdır. Xəmiri quru tavaya tökürəm, hazırlayıram. Köpür qalxır, ortası boş olur. İçərisinə nə istəyirsiniz qoya bilərsiniz. İstəsəz çox xırtıltılı da eləyib yeyə bilərsiniz. Üstünə şor da yaxmaq olar, pendir də qoymaq olar. Labna pendiri, kremli pendir, içərisinə göyərti, şirin də yeyə bilərsiniz. Cemlə, varne ilə, pavidla ilə, nə ilə istəyirsiniz, onu da yeyə bilərsiniz. Burada da göründüyü kimi bişdikcə qalxır və ortası boş olur. Heç də az çıxmadı mənim hazırladığım bir stəkandan. Neçə dənə saymadım, amma yaxşı oldu. Bizim hamımıza çatdı, probson. Uşaqlarımın da çox xoşuna gəldi. Və içərisinə burada mən krem pendir sürtürəm. Göyərti, soğan, pomidor qoydum və bir də krem pendir və konserva balıqdan istifadə elədim. Hər iki cürü çox dadlı oldu. Çox qurudub xırtıltılı eləyəndə